İndi Yalçın, sən mənim öz evimi də çəkdin. Təbii ki, səhər-səhər deyəcəklər bəxtəvərə bax, evi var, bizim yoxdur. Amma mən bu evlərdən çıxmışam, mən heç vaxt keçmişimi unutmuram. Və keçmiş qonşularımızla da, hər birisi ilə də hər zaman əlaqə saxlayıram. Və belə bir yerdən çıxmışam. Rayondan sonra gəlmişik Bakıya, belə bir yerdə kvantirat qalmışıq. Bir otaqlı evin içində 5 nəfər eyni tək otaq, kuxunasız falansız bir otaq. Kuxunamız təbii ki, çöldə idi. Anam əziyyətlər çəkib bizi böyütmək üçün. Əziz tamaşaçılar, biz Sədərə Ticarət Mərkəzində yerləşən Elif Electronics mağazasındayıq. Türkiyə markası olan Elif Electronics'də gözəl qazanlar, çaydanlar, ət çəkən maşınlar, samovarlar. Bir sözlə, burada bütün məişət əşyaları var. Elif Electronics bu sahədə özünə rəqib tanımır. Keder hemşe, hemşe, ben yaşadım bu hayatta hemşe. Gülmedi bəxtim üzümə neyləyim, dözmüşəm əziyyətlərə mən hemşe. Üstü keder hemşe, hemşe, ben yaşadım bu hayatta hemşe. Gülmedi bəxtim üzümə neyləyim, dözmüşəm əziyyətlərə mən hemşe. Elif Electronics'ın sponsorluğu ilə bir gün reklamlardan sonra davam edəcək. Allah Teala hamıya ruzu bərəkət versin. Ev olsun, hamının eşiği olsun. Həqiqətən burada yaşamaq çox çətindir. Özündə görürsən, gör necədir. Çox çətindir, çox. Bax, o anları xatırlayan nələr yadına düşür? O anları xatırlayanda düzdür, ağlamaq istəmirəm. Çünki nə üçün?
bir növ ağlamaq insanı, mən orada qalmamışam da, qurban olum Allaha. Oturub fikirləşirəm ki, bu günümdən sonra Allah Taala mənə gözəl günlər qismət eləsin ki, mən valideynlərim çəkdiyi əziyyətləri, mənə görə çəkdiyi əziyyətlər, qardaşıma görə çəkdiyi əziyyətləri mən onları gözəl yaşadım. Bu cür nə yerlərdən çıxmışıq əziyyətlə. Yenə də qardaşlarım yenə də əziyyət çəkirlər, usta işləyirlər qardaşlarım. Çünki halal zəhmətləri ilə pullarını qazanırlar. Yəni onların mənə ehtiyacları yoxdur. Həqiqətən yoxdur. Bir qardaş kimi də hər zaman arxamdadılar, sağ olsunlar. Şükür Allaha ki, onlar kimi, bəziləri kimi deyirlər də, öz halal zəhmətlərindən, yəni oturub gözləmirlər ki, bacım qazansın, biz gətirib yeyək. Özləri öz ayaqlarının üstündə durur, balalarını saxlayırlar. Mənə nə xoş. Və mən hər zaman deyirəm, yenə də deyirəm, Allahım mənə o günü qismət etsin ki, mənə çoxlu ruzu bərəkət versin ki, mənim ürəyimdə, qəlbimdə qalanları mən əzizlərimə etim. O mənim qəlbimdə qalmasın. Və atam ona görə sevinir ki, bugünkü gün hamımızın evimiz var, başımızı salmağa bir ocağımız var. Burada o qədər qaşlı tutdu oynayırdıq, o qədər uşaqlarla dalaşırdıq. Bir də görsən ki, qardaşım dalaşırdı. Mən evin böyüyü olduğum üçün qaçırdım, gedirdim. Belə-belə uşaqlar vardı. Qardaşlarım da bu boyutdanaydı da. Allah saxlasın bu gözəl balaları da. İnşallah bunlar da böyüyərlər, gözəl oxuyarlar. İnşallah. Ondan sonra dərslərini gözəl-gözəl oxuyarlar ki, böyüyəndə savadlı oğlanlardan olsun, analarınıza, atalarınıza gözəl-gözəl evlər arasınız, buradan da çıxıb gedəsiniz. İstəyirsiniz? Ən gözəl evlərdə yaşamaq. İnşallah, inşallah. İnşallah, amin. Amin, inşallah. Allah qismət olar, böyük. İnşallah, inşallah. Gələcək. Amin, inşallah deyirəm. Hər kəsə gözəl ev qismət eləsin. Hər kəsə gözəl günlər qismət eləsin deyirik. Və belə danışdıqca da Yalçın, ağlamaq istəmirəm, gözlərim dolur, həqiqətən dolur. Yəni, Yox, bugün ağlamaq bugün yox. bunlar üçün o hissi keçirdirəm deyə gözlərim dolur. Yəni, başqa şey üçün yox. Yəni, bu, həyat budur. Buralara mən niyə gəldim, niyə gətirdim mən bilmirəm. Yəni Mehriban bu gün göstərmək istədi ki, yəni keçmişini unutmur. Yox, qətiyyən keçmişimi unutmuram. Keçmişim budur. Elə mən əslində burada yüklənib qalmışam. Əslində mən elə evdə də özün gördün ki, kənd vidində sən gələn kimi gördün ki, nə vəziyyətdəydim. Çünki oradan da çıxa da bilmirəm heç. Elə də yaxşıdır valla. Buradan çıxmamışıq. Gör nə qaracağıq ki. Gördürüb yekə-yekə danışmaqla, özünü öyməklə bir şey deyir ki, qurban olum Allaha ki, şükürlərim bu günün olsun. Heç nə demirəm da. Öpürəm sizi uşaqlar. Dərslərinizi yaxşı oxuyun.